Daha bir məlumatı nəzərinizə çatdıracağıq. Avstraliya hökuməti İranın qadın futbol yığmasının 5 üzvünə siyasi sığınacaq verib. Qadın idmançılar öz ölkələrində təqib və ağır cəzalarla üzləşmə ehtimalı olduğuna görə geri qayıtmaq istəməyiblər. Futbolçular Zəhra Sərbəli Əlişah, Mona Hamudi, Zəhra Qəmbəri, Fatimə Pasandidə və Atifə Ramazanzizadə polisin müşayiəti ilə təhlükəsiz yerə köçürülüblər. Qadın idmançılara uzun müddət yaşayış və təhsil hüququ verən humanitar vizalar da verilib. Məsələn, beynəlxalq səviyyədə də geniş şəkildə müzakirə olunub. Bundan bir müddət əvvəl Donald Trump sosial şəbəkədə Avstraliya hökumətinə bu futbolçulara siyasi sığınacaq verilməsi ilə bağlı çağırış da etmişdi. Trump yazmışdı ki, əks halda qadın idmançıları ABŞ-ə qəbul eləyəcək. Əgər Avstraliya onları öz ölkəsinə geri göndərsə, onlar təhlükə altında olacaq və öldürülə bilərlər. O, bu müraciətini Avstraliya baş naziri Anthony Albanese ünvanlamışdı və Avstraliya hökuməti də onu vurğulamışdı ki, bu addım ciddi insan hüquqları narahatlıqları və təhlükəsizlik səbəbləri ilə verilib və digər komanda üzvlərinə də sığınacaq üçün müraciət etmək imkanı yaradılıb. Bu qərar İran dövlət mediası və millətçi çevrələr tərəfindən kəskin tənqid olunub. İranlı şərhçilər futbolçuları vətənə xəyanətdə günahlandırıblar.